Hədisdə var ki, bir adam ailəsi üçün gedir bazarlıq edir. Bizim təbiidir adam bazar. Təbii demədə, təbii de bildi. Amma niyyətin nədir? Allah rızası üçün niyyətlə çıx. Buyurur ki, elə bil ağacları doydurmuş kimi. Acından ölən adamları doydurmuş kimi. Kim qızını sevindirsə, hədisdə var. Elə bil İsmail övladlarını əsarətdən azad edir. Həzrət İsmail Peyğəmbərin məsələn övladları döyüşdə əsir olub, onları əsarətdən azad edir. Kim oğlunu sevindirərsə, oğul övladını sevindirərsə. Hədisdə var, Allahın qorxusundan ağlayanların savabı yazılar ona. Kim Allah qorxusundan ağlasa, Allah onu cənnətə daxil edər. Buyurur ki, hədisdə buyurur ki, kim qadın qohumunu, qız qohumunu sevindirsə, halası, bibisi, məsələn, qızı, həyat yoldaşı, qadın, nənəsi, anası, hər kim olur olsun, kim onu sevindirsə, Allah onu qiyamətdə sevindirər. Məişət məsələsi. Bir dənə xoş sözlə, bir hədiyyə ilə onu sevindirəsən. İbadətdir, hər bir addımımız ibadətdir. Adam bilmir necə şükür eləsin belə Allaha.